Gəl belə edək. Onsuz da mən sənin hörmətini eləyəcəm. Əmlak sahibinin nömrəsini ver mənə, qiyməti yendirim. Sən onsuz da 300-500 manat pula çalışırsan, onu mən sənə ödəyərəm. Əziz dostlarım, bu tipli zənglər çox gəlir. Ona görə də mən bu videonu çəkmək məcburiyyətində qaldım. Birincisi onu bildirim ki, bu nə etik qaydalara, nə ofisimizin qaydalarına uyğun deyil. Əziz dostlarım, ikincisi, alıcıya necə hörmət olunursa, eyni qaydada da satıcıya da həmən hörmət olunur. Satıcı ofisə yaxınlaşır, əmlakın sənədlərini təqdim edir, əmlakın yerinə baxıldıqdan sonra əmlaka qiymət təyin olunur. Qiymət təyin olundan sonra bizim görəcəyimiz işlər başlayır. Hansı platformalarda paylaşmaq, harada reklam eləmək, harada müştəri tapmaq və ona görə də satıcı bizə ödəniş edir. Əziz dostlar, əgər satıcı mənim yerimə danışacaqsa, torpaq göstərəcəksə, onda niyə mənə ödəniş etməlidir ki? Xahiş edirəm hər birinizdən. Bu cür zəhlər sizə gəlsə, mənim yerimə siz olsanız, siz necə cavab verərdiniz? Çalışaraq bu məsələlərə diqqət eləyək. Hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varsınız.